Əziz dinləyicilərimiz, radyonuzun səsini artırın. Çünki studiyamızdakı dəyərli sənətkarımız Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Aqil Məlikovdur. Dəyərli dinləyicilərimiz, siz də Aqil Məlikova sözdən, sənətdən suallar vermək istəyirsə 099 697 97 zəng edə bilərsiniz, yaza bilərsiniz. Bir daha deyirəm 099 697 97. Siz yazın görək, dəyərli sənətkarımız haqqında nəyi bilmək istəyirsiniz? Onun hansı sözünü hikmət olaraq ağlınıza saxlamısınız? Deyirəm Aqil müəllim, neçə ildə oxuyursunuz? Maşallah. Belə o qədər sənətkar başqadır, o heç. Onsuz da sənətkarsınız. Amma belə həyatı dolu-dolu yaşayan bir dərvişanə bir görüntünüz var da. Dərvişlik də eləmişəm. Eləmisiniz? Düzgün nöqtəyə vurmuşam bunda. Necə olub bu dərvişliyi, necə eləmişsiniz Aqil müəllim? Bir uzun illər dini musiqilərin ifaçısı kimi təbliği ilə məşğul qrupamız var idi. Hacı Yaşar rəhmətə getdi, Allah rəhmət eləsin. Hacı Nasir var. Sən də bir neçə bizimlə gedib. O bizə çox şey verdi. Dərvişanə musiqiləri. O bir folklorumuzun çox mükəmməl bir sahəsidir. Heyf ki, az öyrənilib. Ona muğamla, musiqimizlə, ədəbiyyatımızla o qədər bağlıdır ki, 3 dəfə biz İstanbulda olmuşuq. İmum Dünya Mistik Müzik Festivalı hər il keçirilirdi orada. Olmuşuq orada, oxumuşuq, laureat olmuşuq. Gözəl olub, çox. Türkiyə ictimai afişalarımızdan vurmuşlar İstanbulda belə. Yəni bax gecə-gecə bu musiqiləri uşaqlar Moskvaya zadə gediblər, Kiyevə, mən daha getməmişəm o yanlara. Ancaq onlar gediblər. Yəni mis üçün mən sizə sual verəndə ki, Aqil müəllim neçə ildə oxuyursunuz? Mənə elə gəlir ki, siz desəz ki 100 ildir yeri var yəni. O elə bir obraz, elə bir ruh bağışlayır. Bilirsiniz nədəndir? Asiyə xanım. Bu ondandır ki, mən öz taytüşümdən yox, məndən yaşlı böyük, atam yaşında, atamdan da yaşlı böyük müdrik kişilərdən öyrənmişəm. Çünki atam mənə deyərdi ki, bir məclisə getdim, görürdü həvəsim var da bu şeyləri. Deyirdi, yaşlı adamların yanında otur. Atam deyirdi mənə. Deyirdim, nə üçün? Deyirdi, nə öyrənsən, onlar bugün var, sabah yoxlar. Sabahları axtarsan, tapa bilməzsən. Doğrudan tapa bilmirəm. İndi hər gün onlara rəhmət oxuyuram. Mənim cibimdə həmişə bir dənə kağız olardı, bir dənə qələm. Kimdən bir dənə qiymətli söz eşitdim, tez orada özləri bilirdilər xasiyyətimi. Yazırdım onları, gətirirdim. Mənim bir dənə iri belə jurnal, fason dəftərim var, bu qalınlığında, elə bir kitabdır, güc çatmır. Yazırdım ona. Bu 60 ildə müdrik sözlər, nadir hekayətlər, mənzum ibrətamiz zərbi məsələlər, atalar sözləri o qədər yazmışam ki, həmin o qalın kitab formalı jurnaldan 3'ü dolub. 2'si dolub, 3'ü də yarıdan. Əli yazılmasıdır yoxsa? Əllə yazmışam hamısını. Bəs o niyə kitaba çevrilmiş? Adını da qoymuşam Nadir İncilər. Baxıram ay Allah, çoxsunu heç bilmirəm kim deyib mənə yazmışam. Çatdırmamışam ki adın yazım ora, bildir. Aqil müəllim, niyə onu çapa verdirmirsiniz? Nə bilim, qalıb da hələ var belə. Çox nadir, özüm də baxıram təəccüb. 60 il ərzində yazılıb. Kimdən eşitmisiniz? Kimdən? Bəziləri müəllifləri məlumdur, yəni yazmısınız. Çoxsunu yazmışam. Misal üçün kimlərdən var tanıdıqlarımızdan dəyərli insan? O qoca kişilərdən, məsələn Həkim Qəninin sözlərini yazardım. Hacı Baba nə deyib yazmışam, Məmməd Əli Əsgərov nə deyib yazmışam. Sonra evimizdə bunlar qonaq olardılar. Məmməd Həsən Sərraf vardı, şair, gözəl şairdi. Ağami Bizonalı var idi. Sonra Seydağanı görmüşəm məclislərdə. Həd Kazımı görmüşəm. Sonra mən daha kim deyim, Rüstəm Samiti, Ələmdar Mahir sonra idi. Yaşlı adamlar. Ələkbər Şahidi görmüşəm. Mən bunları Hacmail Yedək olan evlərində olardıq. O Füzuli tədbirlərinə. Həftədə bir dəfə olardı, gedərdik ora. Əlinizə ruçka qələmlə gəzirdiniz. Kim söz deyən kim, onlar da bilirdi ki, artıq siz yazırsınız. Bəli, bəli. Ay Aqil müəllim, onu çapa verin də. Çox nadir şeydir və onlar. Qalıb, 60 ilə, 60 il ya, 5 günə, 10 günə yazılmayıb onlar. Amma özüm də həvəskar olmuşam. Hələ də yazırsınız. Birinci məclislərə gedirsən, nə inirlər?
Deyək ki, dini məclissə, Aha. burada axund var, molla var, müdrik ağsaqqal kişilər var. Cavanlar çıxdılar bayra, BMW belə gəldi. Mən nə bilim, Hyundai'nin çarxı belə getdi. Başqa söhbət yoxdur. Gəl bunların yanında öyrənin. O BMW həmişə var. Olsun, qoy olsun BMW. Fürsəti fovta vermək olmaz. Öyrənin ay cavanlar. Mənim əsl davam cavanlarlandır, yaxşı mənada. Elə də olur. Yaşlılar yaşlıdır da, onlar da gördüklərini də görüblər, öyrəndilər. Amma cavan nəsil var. Bizim bu boyda ədəbi, musiqi irsimizi, gələcəyi kim aparacaq? Toyxanalarda dinləyicilər vardı. Onların yanında ağzı açıb bir kəlmə səhv söz deyə bilərdin. Biz adama nə deyirdilər? Bilmirsən, qəzəl bilmirsən, ged öyrən də. Xanəndəyə deyirdilər. Ağır söhbət. Bildiniz, belə şeylər var idi. Ona görə xanəndələr də məsuliyyət hiss edirdi. Dərvişlər də məsuliyyət. İndi xanəndəlik sənətinin qapısının kandarına layiqi olmayanlar gedib otururlar toylarda, oxuyurlar, cəmaət də bunlara qulaq asır. Mən qalıram, nəyə qulaq asırsan? Demək, dinləyici özü də savadsızlaşır. Adını yazmayan kişilər, Firdosunu əzbər bilirdilər, Nizamini əzbər bilirdilər, Seyid Əzmi əzbər. Bizim Şuvalan kəndində böyüyağa vardı, Qazi oğlu böyüyağa idi. Onun atası Mir Məhəmməd Kərim Axund Qur'anın ilk təfsirçilərindən olmuşdu. Seyid Əzmi əzbər bilir, özü ixtisası mühasibdir, buxaltırdı. Öndür kişiydi, vitli kişiydi. Seyid Əzmi külliyatı ilə əzbər bilirdi. 3 cilt kitabdır və hələ belə şeydə öyrə. Seyid Əzmi əzbər. Ondan oturub öyrənməzsən. İllər boyu mən oynan məclislərdə öyrənmişim. Mən tartışma baxa. Atamdan da 10 yaş böyüydü. Ona görə də öyrənmək, bir dənə şeir nümunəsi belə yazmışam, onu qoy görüm, yadımda qalır, özüm yazmışam. Deyir ki, öyrəndin elmi fənnin, bir elmin aşıb daşır da öyrənmirsən, lap yaxşı. Və sonra o elmi gərək öyrədəsən. Öyrətməsən, sən elmi öyrənməyinə heç bir faydası yox. Özündən gəlib özündən gedəcək. Özündən nə oldu da, qoy sandığa bağlı ağzını. Öyrəndin elmi fənnin, sonra bu elmi öyrət. Öyrənməyində məqsəd öyrətmək olsun əlbət. Öyrətmək istəmirsən, öyrənməyə nə hacət? Ay, nə gözəl. Alim olan o kəsdir. Alim olan o kəsdir. Elmində fayda vardır. Hər işdə ölçü qayçı, hər işdə fayda var. Hər işdə qayda vardır. Belə bir şey yazmışdım. Belə qalıb odur. Bu budur. Yox, Aqil bəy, mənim ağlım qaldı o dəyərli sözlər kitabında. Hətta ona bir ad da... Kitab da öyle hələ. O kitab olacaq. Kitaba bənzər bir boyda jurnal. Hardan tapmışam onu bilmirəm. Mövlanənin sözlərinin ibarət kitabları alırıq. Dəyərli dərvişanə sözlərinin ibarət kitablar alırıq. Ağızdan ağza eşitdiklərimin hamı hindi də yazıram. Nə olar? Bir də Əziz Baba qəzəl oxuyurdu o vaxtı. Dedim, Əziz müəllim, bundan sən oxumusan. Hardan öyrənmirsən bunu? Fəsli bahar idi, keçirdim laləzarıdən. Xoş soğut ilə oxurdu, eşitdim həzaridən, yəni bülbüldən. Bülbül, sənin də var məgər aləmdə bir qəmin, gördüm o da şikayət edir ruzi yarıdən. Gəl əndəlibin hal, əndəlib də bülbüldür. Gəl əndəlibin halını seyr eylə onda sən. Zalim fələk həmişə ayrı salır yarı yarıdan. Diş düşdü, baş ağardı, kaman oldu qamətim. Bir səs gəlir qulağıma hər gün məzaridən. Gəl, gəl ki gözləyir yolunu xanə-i ləhəd. Gəl muri mari eylə xilas intizaridən. Ay. Sultandı can bədəndə bədən. Sultandı can bədəndə bədən. Təxt-i səltənət. Bax, can insanın bədənində sultan, ruh. Bəli. Ruhumuz çıxdı, biz yoxuq da. Əlbəttə ki. Can cəsəd qaldı yerdə. Deyir ki, can sənin varlığının sultanıdır. Sultandır can bədəndə. Bədən. Bəs bədən nədir? Bədən də təxt-i səltənət. Padşah harda oxurar? Taxta oturar da. Sultandır can bədəndə. Bədən təxt-i səltənət. Sultan ki qalxdı, təxti düşər etibarıdan. Sultan ki qalxdı, təxti düşər etibarıdan. Bədbəxt o kimsədir ki, yığar malı sandığa. Xərc eyləməz yerində, keçər ömrü yarıdan. Möcüz ağardı sübh yeri, huşa gəl görək. Yalvar, sızılda, əff edilə kirdigarıdan. Sanma aşağı böylə səri şərmi sarvi. Allah bağışlayandı, keçər tövbəkarıdan. Həzi babam bunu oxuyurdu. Dedim, bunu özlərim. Bunun kitabı yoxdur axı, sən nereden öyrənmirsən? Deyir ki,
deyir ki, bir toydaydık deyir, toy çox zəif toydu. Heç kəs yoxdur. Arada bir yalan başdan çalıb oxuyuruq, adam yoxdur da, gələn yoxdur toya. Pikarsılıqdır. Gördüm bir dənə uşaq, balaca uşaq, 7-8 yaşıdır uşaq. Əlində bir dənə kitabı tutub vərəqindən. O yana qaçır, bir uşaqdır, bilmir bu nə olur. Pikaram axı, neyinim daha, başımı qarışdırmaz. Dedim, onu gətir bura bax. Gətirdim, baxdım, gördüm, həmin bu şehir. Fəsli bax, ara bu uşaq bilmir burada nə var. Bu nədir, baxdım o yan bir yana, gördüm, baxan yoxdur, saldım stolun altında, o vərəqi zırdım, qoydum cibimə, kitabı verdim, uşağa getdi. Öyrənmək budur. Amma öyrənmək budur. Allah sizə ömür versin, bilməliyim. 73 yaş düzdür? 4. 74 yaş. 74 yaş. Mən yaşımı gizlətmirəm. Əslində yaş təcrübədir. Necə ki, işdə stajının çox olduğunu qürurla deyirik. İnsan ki, 30 il işləyirəm. Yaş da 74 ildir yaşayıram və təcrübəliyəm. Staj deməkdə bu həyatdakı stajdır. Allah sizə nə gözəl yaddaş verib bu heç. Hələ şorlanı belə yaddaşım, belə deyildi. Valla mən indi o 3-4 dənə... Mən bir dəfə oxuyordum, ikinci, üçüncüdə onu əzbər bilirdim, hər hansı bir şeydim onu. Oğlunuz Hüseyin Məlikov da belədir yaddaşı? Yaxşıdır, yaxşı yaddaşı var. Bilirəm ki, onda... Amma mənim qədər məşğul olmur da. Deyirəm ona öyrən. Zamanlıqda öyrənilən elm. Həzrət Əlinin sözüdür va. Kənnəqşi fil həzər hədisi var onda. Cavanlıq vaxtı, cavanlıq dövründə öyrənilən elm. Bilirsiniz nəyə bənzəyir? Daş üzərinə həkk olunmuş yazıya bənzəyir. Pozulmur o. Qobustan qaylanda yazılar var ha. 2000 ildən yuxarıda qalıb, pozulmur. Amma qozalıq vaxtı öyrənilən elm isə nəyə bənzəyir? Uşaqlar dəniz qırağında, suyun qırağında şey çəkirlər ha. Dənizlərdən gəlir aparır. Bunlar düzəldir, su o yandan gəlir, yoğur aparır. Ona bənzəyir. Ona görə nə qədər cavansan öyrən. Mən indi nə öyrənmişəm cavanlıqda 90 və onu deyirəm. Hindi cavanlıq şeiri əzbərləyə bilmirəm o cür istədiyim kimi. Bir ay əzbəri. Deməli, neçə ildir ifa edirsiniz? Bayaq sual vermişdim reklamda, özümüz üçün danışmışdıq, dinləyicilərimiz üçün təzədən danışmışıq. Demək, bir gün 72-ci ildir kəndimizin, evimizin dalında bizim qonşularımız var, yaxşı adamlardır. Toydu bunlar da. Toy axşamı da kasıb adamlar, bir də balaca toyxana var. Toy axşamı da oturmuşuq burada, tadişim də yanımda. Dedilər, mən bir dənə oxuyuna. Biraz mızıldadım, oxudum, bulan xoşuna gəldi. O vaxtda kimi heç oxumamışdı. Oxuyurdum orada, gizli oxuyurdum ki, mən eş etməsinlər. Yəni təhsilini almırdınız özünüz üçün? Yox, hələ belə. Ancaq apini qurtarmışdım, müəllimdir. Yəni incəsənət, muğam üzrə deyildi də? 4-cü kursda oxuyur, yox, muğam üzrə. Demək, lan xoşuna gəldi, əl çaldılar mənci filan. Belə öz adamlarımızda heç kəs yoxdur. Bursun toyda səs yayılıb, toyda da mənə də çalğı zad var, oxuturdular məni. Şəhər asılı yorum, qapı döyüldü. Çıxmıyordu, Mərdəkanda bir Tofiq vardı, Allah rəhmət edin. Klarnet çalandı. Samovska deyirlər də, özü öyrənmiş, təhsil yox. Toylara gedirdi. Daha solan mənə, yaşlıydı ya məndən. Bir dənə toy var, gəlmişəm sənə deyim. Mən də sonra çıxdım, atama dedim ki, mən toy aparırlar. Dedim, toy nə da, sən nə yaşındır? Toyda sən oxuyacaqsın, oturub cəmaat sənə qulaq asır. Dedim, yox. Axır atan danışmadı. Dedi ki, amma şey oldu, biraz özü yaxşı apar. Dedim, yaxşı. Getdim, oxudum o toyu. Hələ Mərdəkan adamının toyu idi. Balaca yüngül toydu, qəşəng. Birinci dəfədə mənə 20 manat pul verdilər. O vaxtı hələ. 20 manat da hələ yaxşı pul deyə onda. Yaxşı pul idi. Yaxşı idi. 2 də onluq verdilər mənə. O vaxtdan oxumuşam. Bəs hamı da təəccübləndi ki, necə səsiniz var. Atanız amma səsinizi eşitməmişdi ki, vaxtı. Qoymurdum eşitməyi də, qaçıb gizlənib o yanburda oxuyurdum ki, eşitməsinlər məni. Bir dəfə babam eşidir. Çıxır atama deyir ki, bu qırışmalın sesi var. Bax ona, Allah'ın da olsun, babam demişdi. Sonra gələ xırda oxudum. 76-cı ildə gördüm, yox, mümkün deyil. Getdim sənədlərimi verdim Asif Zeynallıya. Yəni təhsil lazımdır. Orta məktəbdə dərs deyirəm, tarix, coğrafiya dərsləri. Böyük bir məktəbin tarix, coğrafiya müəllimiyəm. Bu yandan da getdim, girdim Asif Zeynallıya 8 illiyin atistatı ilə. Anlattım da hökuməti. Getdim, başladım Əcəbabanın sinifində. Birəcən dərs deyirəm, birdən sonra qaçıram şəhərə Asif Zeynallıya. Buradan maaş alıram, oradan da stipendiya. Ay. Həm sənət, həm təhsil, həm də pul qazanırsın. Əcəbabanın da dərsini aldım. 4 il onun sinifində oxudum. Amma bir 25 ilə yaxın dostluğumuz, evimizdə atam məclislər qurardı. 20 il müddətində atam məclis, kimləri gibi mən onlardan öyrənmişəm. Bir dənə qəzəli, bir dənə nöqtə ilə
nida işarəsinin üstündə məni kitab dalıysan Taza Suraxanıya göndəriblər. Get kitab gətir, mübahisə ediblər ki, biri deyir burada vergüldür, o deyir yox burada nida işarəsidir. Belə alimlər vardı, belə kişilər vardı. Sənətin keşiyində duran, sənətin təəssübünü çəkən kişilər var idi. Ona görə sənət yaşayırdı. Sovet dövrünün o dövrü çox gözəl dövrdür. Yaxşı alimlər, şairlər, musiqiçilər hamı yetişdi. Yaxşı ki biz gördük onları. Nə gözəl günlər görmüsünüz ay Aqil müəllim. Bəli, Daha da bəli. gözəl günlər görməyi nəsib eləsin. Davamçınız bir də elə Hüseyn Məlikov oldu yoxsa var? Mən Mənə bilmirəm. davamçı deyəndə ki, Hüseyn oxuyur, yaxşı oxuyur. Sonra mən konservatoriyada dərs deyirəm. Tələbələr. Tələbələr dərs deyirəm. Belə də öyrənən öyrənir, öyrənməyən özü bilsin. Özünüz ifa edirsiniz artıq yoxsa Özüm ifa edirəm. Deyim, hərdən radioda, televiziyada çağıranda. canlı ifalar edirsiniz? Mən canlı oxuyuram. Belə o şeydən oxuya bilmirəm mən o fonogramla ilə. Yaxşı oldu, yaman oldu. Deyirəm canlı olsun. Belə oxuya bilmirəm. Siz Belə oxuyuram. köhnə dəyərli insanlardansınız da ona görə siz artıq ona alışmısınız Alışmışam canlı mən ifa canlı. eləməyə. Bugün qonaq gəl bizə elə bir özüm üçündür. Mən reklam fasilələrində Aqil müəllimdən o qədər maraqlı materiallar yığıram. Öz belə deyim, sizin o necə gündəliyiniz var, eşitdiyiniz dəyərli Bəli, sözləri yazırsınız. O qədər bugün sizdən dəyərli fikirlər qeyd edirəm öz beynimə, öz yaddaşıma ki, həqiqətən də deyirəm ki, Aqil müəllim, bizə adətən belə öyrədiblər ki, böyüklərlə çox işiniz olmasın da. Yəni o sizdən böyükdür, daha doğrusu yaşıdınla oturdur. Bilmədiyin bir şeylər sənə öyrədər, yaxşı mənada deyil də pis mənada. Pis örnək olar, o səndən daha böyükdür, öz yaşıdınla oturdur, amma tam əksinə insan özündən böyüklərlə oturub durmalıdır ki, o artıq bu yolu keçib, nəyin yanlış, nə qəşəng bir söz idiniz. Bir də o ifadəni dinləyicilərimiz üçün də deyək. Bilirsiniz, bizdən belə adət vardı. Ayşə, burada oturmayın, burada böyüklər var. Aha. Olar, bu müəyyən hallarda olar. Elə məxfi söhbətlər var ki, onlar ancaq böyüklər eşitməlidir. Olar, niyə? Həyatdır da olur. Amma bunu vərdiş halına salmaq, bu düzgün deyil. Peyğəmbər əleyhissalam deyir ki, məclislərinizə cavanları dəvət eləyin. Görə, nə böyük söz, niyə? Çünki cavanlar məclisdə olanda qocalar özləri yığışdırarlar biraz. Davranışına, hərəkətinə fikir verər, danışığına fikir verər. Fikir verəndə cavan da səndən yaxşı bir ibrət götürər, tərbiyəli olar. Demək, Mirzə Ələkbər Sabiri, Allah rəhmət eləsin. Onun belə bir çox gözəl şeiri var. Deyir ki, millətin rəhnuması tərbiyədir, rəhnuma yol göstərən. Millətin rəhnuması tərbiyədir, ümmət deyəndə İslam ümməti nəzər, müsəlmanlar. Daha Azərbaycan, başqa millətlər burada nəzərdə ümmət bütün müsəlmana aiddir. Bütün xalqların, müsəlman xalqlarına aiddir. Millətin rəhnuması tərbiyədir, ümmətin pişivası qabaqda gedəni tərbiyədir. Tərbiyyətlə keçir ümuri cahan, bütün dünyanın işi tərbiyə ilə keçir. Məktəbə gəlsən, əvvəl tərbiyə üzrə zavuşdu, sonra təlimi təhsil üzrə. Tərbiyə üzrə zavus olmasa, müdür olmasa, təhsil üzrə, təlim üzrə o heç bir iş görə bilməz. Hər bir yerdə beləcə tərbiyə ola. Nizam intizam ola. Söhbət bundan gedir. Bu sistem biraz pozulub. Qoy bunu da deyim. Bəli, deyin. Sosial şəbəkələrdə eyibdir. Bizim millətimizə layiq olmayan hərəkətlər eləyirlər. Sonra qadınlarımız da kişilərimiz qadınlarımıza da nümunə olmalıdır. Oturub əraq içməklə özlərini şöhrətləndirməməlidirlər. Hələ eləmişsiniz ki, ay kişilər, indi qadınlar əraq məclisi qururlar. Azərbaycan qadınları içki içirlər. Olmaz belə şey. Tərbiyətlə keçir ümuri cahan. Bütün dünyanın ki tərbiyə ilə keçir. Hər işin ibtidası tərbiyədir. Bax gör nə deyir? Valideynin təbii övlada nəzəri ehtinası tərbiyədir. İndi övlad var da. Övlad gəlib 40-45 yaşı var. Ailəsi, uşağı, özü saqqala qarıb. Çıxanda anası belə edir. Anası, atası sağdırsa. Ay bala, özündən müğayət ola. Satan kimi zəng elə nigaran qaram. 45 yaşı var, liyaz qalıb. Bir dəfə bir İngilis vardı Bakıda. İşləmişdi uzun illər, gedirdi. Ona intervyu götürürlər. Dedi ki, sizi
Azərbaycan xalqının haqqında dedi ki, çox gözəl Azərbaycan xalqının adət ənənələri var. Amma bir adətlərindən lap xoşum gəldi. Dedi, nədən? Dedi ki, bunlar uşaqlarına, valideynlər uşaqlarına elə uşaq nəzəri ilə baxırlar. Onların üstlərinə qanatlarını əskiy eləmirlər. Yaşlı oğlandır, ailəsi uşağı var. Deyir, anası deyir ona ki, özündən müğayət ol. Atası deyir ki, niyaran qaramamını, mənim oğlum toydan gez gəlmişəm. Atam mənim hükümət işində işləyir deyə qəsəbə səfətinin sədri idi. Şağanla Mərdəkan üzrə. Onda bir daha qəsəbə idi. Gəlmişəm, biraz gez gəlmişəm. Gəlib görürüm, atam mənim dalımsan gəlir. Gəlmişəm, aşağıda gelsən. Deyir, nigaran qalmışam. Uşaqdan nigaran qalarlar. Uşaq gəldi öyündən soruş, ay qız, ay oğlan, sən içiyəcən harada olmuşsan sən? Olmaz. Onun ne ixtiyarı var atadan, anadan? Ümumiyyətlə, hər yaş dövrünün öz işi var. Vaxt olucu 20-25 yaşından sonra mən uşaqlarıma da elə şey qadağan eləmirəm. Mən tərbiyəni vermişəm, bilirəm ki, onlar dahi mənim sevmədiyim heç bir məqama yerə getməz olar. Dahi onları bir dəfə dedirəm, sən hara gedirsən demirəm onlar. Özdə düşüblər də o şey olmazı, xoda düşüblər. Özləri gedir. Bəli, o müəyyən vaxt dövrü var ki, sən uşaq, amma yer var deyirəm. Hüseynin 45 yaşı var, bir də gözləyəm, Hüseyin, toydan sonra evə gəl ha. Birdən gələr gezim, oğullar çayçı bazdı, uşaqlarına. Çayçıya da çox getməyim. Mən şəxsən ömrümdə çayçıya getməmişəm. Acığım gəl. Bunlar indiki zamanlar biraz var, ayıp yoxdur, nə olar. Amma tez-tez də olmaz. Bildiniz? Bax, valideynin təbii övlada nəzəri ehtinası tərbiyədir. Bir dahaki deyir ki, ay bala, üstümü örtərsən, az soğuk olar sənə. Mesela, bu tərbiyedir. O indi onu eləyəcək, eləməyəcək o. Amma ana sözünü dedi, ata sözünü dedi. Bildiniz? Yani sevgisini gösterdi, diqqətini gösterdi. Bu Sabir deyir bunu. Mirzə Ələkbər Sabir. Allah onu rəhmət eləsin. Üstadlarımız və təfəkkür. Bəs kimə qulaq asaq? İndi adam var çıxdı, Füzuli məndən bunu belə dedi. Hələ ağsaqqal adamlar görürəm. Eyibdir və vallahi bizim cavanlarımız, bizim çox yaşlılarımızdan belə əqidəlidirlər. Möhkəm uşaqlar var. Allah saxlasın. Amin. Bizim elədiklərimiz bugün cavanlar üçün də o yaşlılar da sırf yaşına uyğun olmayan sözlər danışır. Yaşına uyğun olmayan hərəkətlər edir. Biz səndən söz gözləyirik. Saçın ağlığı hələ ağsaqqallığa, saqqalın ağlığı ağsaqqallığa dəlalət eləmir. Ağsaqqallıq insanın daxili aləmindədir. Mənəvi dünyasıdır. Onun saqqalın ağarmağı ilə. Bir daha görsə cavan oğlan deyir, başının tükünə bir daha dən düşməyib ağsaqqal deyirlər ona. Niyə? Çünki onu həyat belə yetişdi. O qədər gözəl, dəyərli fikirlər səsləndirirsiniz ki, və bir də siz özünüz demişkən, o sözü deyənin də baxçası deyirlər, dolu olmalıdır da. Yəni o onu deməyə layiq insan olmalıdır. Aqil mənim reklamlarda belə deyir ki, mən indi buradan deyir çıxıb hara gedəcəm? Evə gedəcəm. Saat 2-yə kimi kitab oxuyacam, yazacam, pozacam. Mütləq. Ya bu cür elmlə dolu olan bir insan danışmasın, kim danışsın? Ayşər xanım, oxuyurdum ki, indi yox. Mənim atam 2001-ci ildə rəhmətə, 25 il bundan qabaq rəhmətə gedib elə. Atam xeridar adamdır. Gecə bir dənə Seyyid Əzimin kitabından məsələn dəyərli bir söz tapmışam. Mən bunu bu gecə kimi istiyorsa oxumalıyam. Allah'ın olsun. Atam yatır, oyadırdım onu. O da belə xasiyyəti vardı, əsəb sistemindən diyor, oyandı da yata bilmirdi. Ay. Oyadır, təsvəli durur, ağıl, nə olur? Dedim, mən olmayın, narahat olmayın. Gəl də Seyyid Əzimi də gör də tapmışam. O da maraqla durub qulaq asırdı. Allah rəhmət eləsin. Otururdu, yuxuldu da, oxuyurum, oxuyurdum, baxırdım, belə sağ ol ağıl, sağ ol. Qoydu başını yat, bu mənə kifayət eləyirdi. İndi də bir də Samiri oyadıram. Samir işə gedəcəksən. Samir dur burayı. Samir gəlir. Ürəyində yağın deyir ki, şu yüzüm o yataqda. Vallahi billahi Aysel, inanmazsınız. Arvada oyadıram yuxuda. Allah'ın dost. Digər gördən yazılıb burada. Çox yatmayın, yatmaqdan nesinə çıxmaq. Ayıq olun belə. Oxuyuram olarsın. Yəni razıyam, narazı deyirəm. Şükür biriyinə. Mən öz bəxtimdən də razıyam. Taleyimdən də razıyam, Allahımdan çox razıyam. Allah mənə həm yaxşı atana qismət edib, çətinliklərimiz çox olub həyatda. O da həyatın gözəlliyi. Baxmayaraq ki, atam mənim yaxşı işləyib, əlindən hər şey gələrdi. Amma biz sadə xalqdan heç nəyinə fərqlənməmişik. Heç nəyinə. Ona görə də biz belə tərbiyə almışıq.
Aqil müəllim. Bugün mən də uşaqlarımı atam necə eləyib hələ eləmişəm. Görüm o düz yoldur. Uşaqlar maşallah onlardan da heç nəyindən olan nigaran qalmıram. Başdan salıb aşağı işlərin işləyir. Aqil müəllim, duyğulandıran nədir sizi bu fikri deyəndə? Onu ifadə eləmək olmur. Mənə maraqlı. Bir saat danışarsan, mənə var bir yanımda bir saat qəzəl oxuyurlar. Heç mənim vecimə deyil. Birdən rast gəldi bir dənə söz, başlayıram ağlamağa. O təsir gücündən asılıdır. O sözün təsir gücündən asılıdır. Bunu da deyəndə həmin o illər, o sistem, o kino lenti kimi keçir adamın, o söhbəti danışanda o müəyyən məqamda o tutur səni. Sənin əsəbə toxunur, sənin hissiyatıma toxunur. Orada ağlamaq çox gözəl şeydir. Çox gözəl. Şeiri oxuya-oxuya, gözəl sözü oxuya-oxuya gərək ağlayasan. Hönkürtü ağlamaqdan getmirə söhbət. Qəlbin ağlasın, üzün gülsün amma. Desən şükür Allaha, nə yaxşı bu varmı? O məndə var. O məndə var. İndi danışdığımız. Atam da elə idi. Biz gecələr, qış gecələri keçmişlər. İşıqlar tez-tez sönərdi. Maşallah indi sönmür, yaxşıdır. Sovet vaxtı işıqlar tez-tez sönərdi. Qar yağıb soğun. Neynərdik? Bizim işimizə bax. Mən götürərdim Səməd Vurğunun şeirlərini oxuyardım. Atam, anam, bacım gəlib oturub qulaq asardım. Lampa işığına, lampa işığına. Sana başa düşdün? Belə olur da, insan belə formalaşır. Mən demirəm, mən ideal adam zat deyirəm. Yox, əstəğfurullah, ideal heç kim deyil təbii ki. Gərək müəyyən işlər var ki, onlara riayət edəyəsən də. Həddindən artıq olmaz. Mən baxıram indi, Aysel xanım, Allah billah, sosial şəbəkələrdən bir vasitə kimi istifadə. Sosial şəbəkə, bu spiska var ha. Spiskanı yandırıb bir evi işıqlandırmaq da olar. Spiska ilə bir evi yandırmaq da olar. Bəli. O spiskanı Allah sənin üçün verib sənə ki, sən bunu ilə bir ocaq yandırasan. Verməyib sənə aləmi bərbad eləyəsən. O sosial şəbəkələr də əla şeydir, yaxşı şeydir. Texniki tərəqqidir. Gəlin biz ondan istifadə edəyək. Varınız da sosial şəbəkə istifadə edirsiniz, Aqil müəllim? Belə düşün, mən bu vaxtda bu yaxınlara can olmayayım məndə telefon. Bu yaxınlarda artıq bir nəfər yaxşı oğlanlardan biri bir dənə telefon alıb göndərir mənim üçün ki, sənə verib, ver bunu. Belə olmaz axı, yoxdur. Mən çox hələ şeylərə həvəskar deyirəm. Ancaq baxanda çox əyintilər görürəm. Hələ bir əllərdən fürsət düşüb bizim əxlaqımızı tapdalamağa. Amma gözəl nümunələr də var, yaxşı nümunələr də var. Çox Bilirsiniz necədir? Onu da deyim. Yaxşı deyirsin, var. Biz burada belə söhbətlər edirik ya. O qədər bəhbəh deyənlər var. Ləzzət edirlər olar. Amma dalıycan biri çıxıb bir dənə naqis söz danışıb çoxsu gedəcək onun dalıycan. İnsan xisləti belədir. İnsan pisin dalıycan gedir. Ona görə də pisə yol vermək olmaz. Ən xırda cüzi şəkildə belə yol vermək olmaz. Bunu mən deməmişəm ha. Bunu Peyğəmbər buyurur. Həzrət Əli deyib, imamlar deyib, övliyalar deyib. O zərərli şeyə ümumiyyətlə yol vermək olmaz. Pisi yaymaq olmaz. Çünki insan gedir də pisin dalıycanda. Vallahi gedir. Mən bunu görmüşəm həyatda deyirəm, yoxsa elə belə demirəm. Həqiqətən elədir. Pisə yol vermək olmaz. İndi televiziyaların özündə deyir ki, bu verdiyi şey yığmır axı. Reyting yığmır. Ay ki, mənim həyatım reyting lazımdır mənə. Amma onlara lazımdır. Amma bir şey də var. İnsana nəyi təqdim edirsən onu götürür. Gərək yaxşı şey təqdim edir. Gərək insana yaxşı. Yaxşı şeyi yaxşı şəkildə təqdim edib reyting qazanmaq olar. Misal üçün sizin bu cür dəyərli söhbətlərinizi mən əminəm ki, eşidən dinləyicilərimiz diqqətlə yolunu müdrik bir insanla oturub. Məsəl üçün mən bunu sizə çox səmimi şəkildə deyirəm ki, Aqil müəllim, mən sizinlə qonşu olsam mən gündə gələrdim sizə. Yox, gələm. Vallahi deyərdim, Aqil müəllim, gəlin söhbət edin. Mənim orada qonşularım açıq qatmı girir. Hər kəsən öz işindədir. Yox, mən gəlib deyərdim, Aqil müəllim, gəlin söhbət edin. Burada mən danışdım bunları. Deyək ki, məsələn, 1 milyon adam qulaq asır bizə, məsələn. Onun içindən 5 nəfər bu işdən faydalansa, burada bizim dediklərimizdən danışır. Çox böyük bir uğurdur. Çox böyük uğurdur. Nə indirəm mən o gündə, o olmaz, o mümkün deyil. Bilirsiniz niyə? Bir ev var, məsələn, deyək, bir ev. Bu evi, üzr istəyirəm, bir ev tikmək lazımdır. Bir memarlıq abidəsi kimi gözəl bir ev tikilir. Onu neçə ilə tikərsən? Məsələn, bizim hökumət evi var ha. Möhtəşəm binadır da, elə deyil. Bəli. Neçə ilə tikilib o? Bəli. Bir 3 il, 5 il çəkər onu tikməyi, elə binanın tikilməyi.
Nadir binalardan. İndi bir dənə elə binanı sökmək lazımdır. Bir daha kommunxoza xəbər göndərəcəksən, bir daha maşın gələcək, buldozer, bir buradan vuracaq, bir orada söktü qoydu yerə. 2 gündən sonra mən gəldim, işə getmişdim, 3 gündən bir gəlirdim. Gəldim, gördüm bizim konservatuarın köyünün mürası yoxdur, yerində gül əkiblər. Allah'ın tuzu yerində araba hara getdi? Deyək ki, gül əkibləri allı başlı təmizləyiblər. Bina yoxdur, 5 mərtəbəli bina. Sökmək asandır. Düzdür. Qurmaq, tikmək çətindir. Ona görə də quruduğumuz, yaratdığımız şeyləri söksək, bir də onu qaytara bilməyəcək. Mənəvi aləm də belədir. Mənəvi muğam da bir dövlət tərəfindən qorunur, bizim dövlət tərəfindən. Muğama çox fikir verilir. Amma yaxşı muğama da ay xanəndələr, ay cavanlar yaxşısını öyrənin. Muğam novatorçuluq sevir, yenilikçiliyi, Hacıbabanı sevirdilər. O hər dəfə oyun dedi, diyan görə, vallahi nəsə edəcək bu. Bu burada nəsə edəcək, bunu gözləmək lazımdır. Bax o cür, onu da bilmək üçün xanəndə gərək muğamı da bilə. Tek muğamı bilməyinə iş bilmir. Xalqımın tarixini biləsən, adət ənənələrini biləsən, el içində olasan, el içində gezib dolanan adamlardan olasan, ədəbiyyatını öyrənəsən, qəzəliyyatını öyrənəsən. Təkcə elə mənim səsim var, Seyid Cəddin Arxeyn olan ki, mənə bir an tutaram filan pərdəni, oxuyaram, qutardı onu. Yox, hələ deyil. Mənim bu xəstə boğazım, məndə xroniki xəstəlik var. Mən səsimdən olduğum kimi istifadə edə bilmirəm. Yaşım da kesib. Amma gedim girim bir daha məclisə. Zaqil gəldi. Neylə qazanmışam mən bunu? Bunun üçün dedim, 60 ildir dəftər yazıram. O dəftərdə mənim gözüm qalıb. Hasan gəlsiniz, özünüz görəcəksiniz. Adil müəllim, belə məclislərdə və yaxud da verilişlərdə o dediyiniz kimi muğamı mükəmməl bilməyib, ifa edib, muğamdan mükəmməlcəsinə danışanlara irad bildirirsiniz? Əlbəttə bildiririm. Nə deyirlər onda? Qəbullanırlar bunu? Yox, qəbul eləyən eləyir. Allah razı olsun, bizim cavanlarımız yaxşıdırlar, hörmət eləyəndirlər. Mən narazı deyiləm. Ancaq o deyilən şeylərə əməl eləmək var da, gərək gedib əməl eləyəm. Biraz zamana da dəyişib, Aysel xanım, biraz zamana da dəyişib. Allah cavanları da qınamalı deyil. Cavan da özünə bir həyat qurmalıdır. Cavan özünə bir dolanacaq rifah yaratmalıdır. Hər dövrün öz hökmü var. Hər anın, hər dəqiqənin öz hökmü var. İndiki bugündən 50 il bundan qabağı müqayisə eləmək olmaz. Bugünün tələbatı tamam başqadır. Bugün musiqiyə də tələbat başqadır. Ədəbiyyata da tələbat başqadır. Mən ki bu işlərə baş aparmışam. Füzuli şeirinə, Nəsimi şeirinə, sonra məndə sığar 2 cahan, mən bu cahana sığmazam. Gövhər-i la məkan mənəm, kövn-i məkana sığmazam. Ərş ilə fərş-ü kafinun, məndə bulundu cümləsun. Kəs sözünü və əbsəm ol. Ruh-i rəvana sığmazam. 16 beytdir belə gedir. Mən bunu 3-4 il bunun alıcan düşmüşəm ki, görüm Nəsimi bu beytdə nə deyib. Nə demək istəyir? Müvasilər var bunun üstündə. Amma o adam ki bilmir, dedi ki, məndə sığar 2 cahan, məndə sığar. Bu elədim onu bu. Böyük qəbahət də olmaz. Bu əyintilərdən biraz qaçmaq lazımdır. Klassikanı, onu oxuyanda adam sonra bir çox başqa şey nümunələrini oxumaq istəmir. Sonra mənə bizə nə deyirlər? Sən deyilsin, bəyənmirsən. Dedim, ay kişi, mənim taxsırım onda olub ki, mən getmişəm bu 5% Füzulunu öyrənmişəm məsələn, 5%. Mən Füzulu bilən zat da öyrəm. O 5% məni hər şeydən ayrı və mən görürəm bu elmdir. Füzuli şeiri elmdir. Təbabət istəyirsən Füzulunu oxuy. Həndəsə istəyirsən, fizika istəyirsən, hədis istəyirsən, Qur'an istəyirsən, ədəbiyyat istəyirsən, tarix istəyirsən, get Füzulunu oxuy. Elmdir Füzuli. Füzuli elmdir. Füzuli deyir ki, mənim könlüm sədəfdir. Hər oğlan bu sözü üçün deyə bilməz. Bunu hələ Füzuli deyər tarixdə. Heç kəs deyə bilməz. Mənim könlüm sədəfdir. Sözlərimdir dürrü qəltanı. Nə üçün? Deyir, sənin könlün sədəfdir, sədəfin içində
mirvari olar. Mirvarilərin anı deyib mənim sözlərim. Mənim bütün varlığım, vücudum sədəfdir. Danışdığım, dediyim kəlamlar da o sədəfin içində olan bir Füzuliyə bax. Mənim könlüm sədəfdir. Sözlərimdir dürr-i qəltani. Dalıcan gör nə deyir? Dənizdir elmim. Çünki o deyər ki, sədəfdir. Onu deyir, Füzuliyə savadlı adam deyər ki, mənə bax. Bu sədəfin içindəki mirvari yağış suyundan əmələ gəlir. Sən dənizin dibindəsən. Bu nədən əmələ gəlib mirvari sənin tərkində? Füzuli deyir ki, elmim dənizdir axı. Dənizdir elmim. Dərin sözlərdir. Demək, dənizdir elmim, sözlərimdir dürr-i qəltani. Mənim elmim dəryalar qədərdir. Bunu hər bir oğlan hünər deyil, özü yaxına. Mən deyə bilərəm onu, mənə qapıdan qovarlar. Nə danışsan, sən kimsən, sən? Füzulidir, mənim elmim dənizdir. Sözlərimdir dürr-i qəltani. Hatırlayaq, qoy düşsün yadım. Hatırlayarıq. Orada çox danışıram ki, o çıxın. Siz gözəl danışırsınız, ayağı mənim, elə deməyin. Amma istəyirəm bir musiqi də səsləndirim. Səsləndirin. Dinləyicilərimiz həm də... Süz. Mənə lazım olanda işarə edin, dayanım, yoxsa mən elə danışıb gedəcəyəm. Mən o qədər hal-hazırda unutmuşam ki, efirdəyəm. Mənim özüm belə, mən artıq sizlə sadəcə söhbətə qulaq asıram. Unutmuşam ki, mən danışmalıyam. Mən bugün aparıcıyam. Elə bilirəm, Aqil mənim danışır, mən də maraqlı qulaq asıram. Bir söz necədir? Açıq xanım, biz də hər yerdə bu sözləri aşkara, hər yerdə danışan sözü söylə alana, qulağında qalana. Belə bir söz var, Sözü söylə alana, qulağında qalana. Bir dana da var, onu da qoy deyim, daha bir kobud çıxmasın deyil. Lənət haqqı danana. Başa işte. Hər adama da bunu danışmaq olmur. Ona görə də belə fürsət düşən kimi. Belə fürsət düşən kimi Yurd FM-in dinləyiciləri, qonaq Gəlbizənin dinləyiciləri radyonuzun səsini artırıb qulaq asın. Çünki Respublikamızın əməkdar incəsənət xadimi Aygil Məlikov çox dəyərli sözlər danışır. Çox dəyərli. Aqil müəllimin bugün sənətindən o qədər də çox danışmırıq. Çünki o bir ömür keçib, bir həyat keçib. Onun sənətini hər kəs bilir. Bugün Aqil müəllimin bu bildiyi həyat təcrübələrindən, bizə ötürmək istədiyi mesajlardan danışırıq. Bir neçə mesajım var idi Aqil müəllim. O qədər gözəl söhbət elədi ki, hətta siz bayaq dediniz ki, mənə dayandı məsələn, ay bala, mən dayanmayacağam, danışacağam. Deyirəm ki, mən o qədər diqqətlə dinləyirəm ki, unutmuşam aparıcı olduğumu, ki, mən danışmalıyam. Hətta bir anlı belə sizin sözünüzdən bir hikmətləndim. Çıxdım çöldə bizim əyləşən dəyərli heyətimizə ki, uşaqlar, siz də dinləyirsiniz də, bəlkə mənə maraqlıdır deyə bu qədər dərinə getmişəm. Yoxsa hamıyam, hamı dedi, siz nə danışırsınız? Çox maraqlı söhbət edir Aqil müəllim. Ona görə qərara gəldim ki, elə dinləyicilərimiz də bugün mənim səsimlənsə sizin söhbətlərinizi eşitmək istəyirdilər. Gəlin bir neçə mesaj səsləndirim. Salam gözəl sənətkarı, belə gözəl sənətkarı qonaq çağırdığınız üçün təşəkkür edirəm. Çox sağ olun. 64-34 yazıb. Hər kəsə salam, əleyküm salam. Əziz xanəndəmiz kimlərdən həvəslənib, ilham mənbəyi kimlər olub 90-70 soruşur. Buyurun. Kimdən həvəslənmişsiniz? Demək, zaman uşaq vaxtı mən şairlərdən Səməd Vurğunun Dəli Divanəsi idim. Mən onun Vaqif dram əsərini əzbər bilirdim. Dram əsərini, 26'lar poemasını, Zamanın bayraqları, belə mümkün olan şeydir. Səməd Vurğun bu uşaq vaxtı belə idi. Sonradan o xanəndələr, musiqicilər içərisində Əlbaba Məmmədov mənim ən çox sevdiyim sənətkarlar, Allah rəhmət eləsin. Sonra da ki, Hacı Baba, sonra bir də ki, ümumiyyətlə gözəl oxuyan xanəndələr hamısı mənim üçün məktub olur. Yaqub Məmmədova gecə-gündüz qulaq asardım. Bir də radyomuz vardı. İndi də qalıb o radyo. Üstündə plastinka Riga radyosu belə qoyardım. Anam axır, ay balam, bizim kənd yeri də həyətbaca böyük daxil. Ay balam, iş yüz qaldı, böstüm. Yox, onun bir dənə zabulu vardı. Zabulsa yayıyor, zabul oxuyurdu. Orada nə eləmirdi bu Yaqub? Allah onu rəhmət eləsin. Ağba Novruzova qulaq, Xan Şinskiyə qulaq, çoxlu plastinkalarım vardı. Sadəcə atam tapıb gətirmişdi onları. Bax, peşəmbalara qulaq asmaqdı. Amma ən çox Hacı Baba, Əlbaba, Yağub, bax, bunlardı, qulaq asardım bunları. Salam, bir dəfə TV-də evlilik üçün ideal yaş 28'dir demişdiniz. Siz demişsiniz. Hələ də belə düşünürsünüz? Yox, hələ düşünmürəm.
Ata dəyişib fikrini. Ataların misalı var, deyir, tez evlənənlə tez ayrılan qazanar. Tez ayrılan? Hə, yəni ata-anadan ayrılan. Hə, ata-anadan ayrılan. Tez evlənənlə tez ayrılan qazanar həmişə. Aha. Mən də bunun tərəfdarıyam. Yəni 28 gecdir deyirsən. Yox, 28 gecdə döyü. Amma daha tezdə döyü. Mən üzr istəyirəm sənə, 28 yaşında evlənmişəm. Amma imkan oldu. Gərək evladları evləndirək. İmkan da nəyi deyirlər? Ev yeşiyi ola, sənəti ola, savadı ola. Ailə saxlayacaq. Ailə saxlayacaq qədər onun belə iqtidarı ola. Nə olar, evladı yəni 28 deyir, 25 aşağı da ola bilər, yuxarı da ola bilər. Bizim atamın əmsi oğlu vardı, babamın. Həsbalam oğlu deyərdi biz ona. Çox yaxşı kişi idi. Hamlet Xanzadanın doğma əmsi. Aktyor Hamlet Xanın doğma əmsi. O 16 yaşında evlənmişdi. 16 yaşında atası onu evləndirmişdi. Sonra biz onun qoca vaxtını görmüşdük də. Şux kişi idi belə. 90-dan çox yaşadı. Onun məsələn uşaqları özünə baxanda qoca görünürdü. Belə insanlar var. Çox şükür bugün erkən evliliyə qadağalar var artıq. Erkən evlilik yaşı qadağan olunub 18-dir. Amma dünənləri mən də bir parklanma yerində bir nəzarətçi gördüm. 70 neçə yaşı var onun da. Deyirəm, nəsə ailədən nəsə söz idi ki, Allah xoşbəxt eləsin, nəsə belə. Dedim, ay əmi, siz neçə ildir evlisiniz? Dedi, 50 neçə ildir. Dedi, 17 yaşımdan evlənmişəm. Dedim, ay əmi, heç peşman olmamız deyir ya. Yox, olmaz. Ömür yoldaşın deyir, tapanda adam peşman olmaz. Düz deyir, olmaz. Mənim muğam oxumağa həvəsim var. Mən deyiləm, dinləyicidir deyən. Amma ali təhsilim yoxdur. Sizcə bu çox önəmlidir. Nə etməliyəm? Yox, muğam oxumaq, ali təhsil önəmli deyil. Amma xanəndə savadlı olmalıdır. Öz sahəsi üzrə ya. Həndəsə riyaziyyat öyrənməyəcəksən ki. İndi xanəndəlik məktəblərində indi qalıblar da informatika belə ya, xarici dil. Ay qardaş, bu xanəndə olacaq. Bunu əruzu öyrədim, bunu ədəbiyyatı öyrədim. Belə çoxalır. Amma xanəndəlik üçün insan gəlir, dünya görüşü geniş ola, savadlı ola. Bir də ki, səsi, istedadı olsa, o ali məktəb qutarmağı vacibdir. Hə, deməli, sualım belə olacaq. Muğamda yerlibazlıq var deyirlər. Bu doğrudan belədir? Mən özümə qarşı bunu hiss eləməmişəm. Mən heç ağlıma gəlmədiyi bir halda 2009-cu ildə gecə saat 12-də mən Sabirabaddan toydan gəlirdim. Telefonum zəng gəlirdi, götürdüm. Kim olsa yaxşıdır, Arif Babayev. Allah onu rəhmət eləsin. Allah rəhmət eləsin. Qaldım mətəl. Mən ayda 10 ildə bir dəfə görən adamam bunu. Bu Arif Babayev mənə neynir? Hacı bir sabah mənim yanıma gəl. Hara gəlim? Dedi, Duruş Bakın o teatrına. Onun qardaşı Akif orada müdür işləyirdi. Oraya yığılırdı. Sənətdən o diplomların var mı? Dedim, var. Onları da götür ya. Götürdüm 2 tane diplomum vardı. Bir AP'nin diplomu, bir də Asaf Zeynal'ın. Götürüm apardım, təəccüb qaldım. Bu neyini gözüm? Gedim gördüm, məni gözləyirlər. Arif müəllim, Allah rəhmət etsin, gözəl insan deyə, o bizim ustadımızdır. Yəni siz aldı baxdı, zəng elədi Milli Konservatoriya ki, Aqil müəllim gəlir, onun sənətlərinə format eləyir. Götürdüm, mənim sənətlərimi format elədilər. Saldılar sinifə 17 dənə də tələbə sinifdə. Yəni, ayrı seçkili 16 ildir işləyirəm orada. Bəni bax, Qarabağlıyım, mən də Bakılıyım. Mən bunu hiss eləməmişəm. Bəli. Bu da cavab oldu. Salam, dəvət olunduğunuz məclislərdə başınızdan keçən və ya şahid olduğunuz maraqlı və hətta gülməli hadisəni danışa bilərsiniz deyə dinləyicimizin biri soruşur. Maraqlı hadisə mənim həyatımda ən maraqlı hadisə olub ki, mənim 81-82-ci il idi. Mənim bir dostum var, cavan şeydi, Zirəli Zərəkən. Hələ o işləməyi ilə oxuyur, mən cavan sinifində. Bir gün gəldi ki, toy eləyirəm. Təsər edirəm. Gəldim toya, Zirə kəndindən. Gördüm, Hasbaba Hüseynov burada. Alim Qasımov burada. Axan Abdullayev, Caman şehir. Mən ökü tutulmuşam bura. Mən bunların yanında neyniyə bilərəm? Ay qardaş, bu Hasbabası yox. Belə olmaz axı, incidim. Dedilər, keç otur, işin yoxdur sən. Orada hiss elədiyim həyəcanı ömrümdə mən heç yerdə hiss eləməmişəm. Habil Əliyev öz dəstəsi ilə, Aşıq Qurbanov öz Həsanağı öz dəstəsi ilə. Alimlə Axan oturublar, Zami, rəhməti Ədalət Vezirov. Biz də bu yanda yuxarı başda oturmuşuq, Hacı Baba, mən, müəllim tələbə kimi. Qardaş Tarsalan, Tələt Başxanov da kamança çalan. Orada mən
Həyecanlandım, nəfəsim kəsilirdi ki, mən nə edeyim bunların yanında. Birinci sözü mənə verdilər oxumağa. Aha. Birinci sözü. Nədən vəziyyətdə olar? Adamlar vecdə almır elə şeylərə. Məndə o yoxdur. Dərk eləməyən vecdə almaz. Mən tərk edir məndən. Hacı baba da oturub. Hələ bir dənə oxuyun, Şirvalar rəhmət edir. Hacı baba, ağıl, gəl bir şey oxuy. Durdu keçdi o yana. Allah Allah. Bir dənə qəzəllə, Razinin qəzəli ilə mən burada bir iş gördüm ki, bugün də alim onu danışır. Bugün də müəllimlər 45 il, 43 il keçib üstündən. Alim onu bu yaxınlarda müəllimlər üçün bir dənə söhbət edir. Ya bu bir dənə qəzəllə bizə nə elədi? Qəzəli bilirdim öyrəndim. Yəni babadan öyrənmişdim. Özünə satdım onu. Baba da orada mən toyun axırınacan belə şah taxtında oturar. Belə oturdum orada mən. O qəzəl məni xilas edir. Ki bu sınaqdan keçdi. Bax, maraqlı hadisələr. Mənim üçün ən böyük maraqlı hadisə budur. Unudulmayan bir həyəcandır. Əlbəttə ki, maraqlı olar. Hüseyn müəllim təşəkkür edir Aqil müəllimi dəvət etdiyimiz üçün. Bizim daimi dinləyicimiz də Hüseyn müəllim. Salam deyir sizə. Çox sağ olun, təşəkkür edirik. Daha sonra, yekunlaşdırdıq artıq. Bəli, bütün mesajları da səsləndirdim. Dinləyicilərimiz bizdən incik qalmasın deyə. Aqil müəllim, mən çox sağ olun, gəldinizmi deyim. Çox sağ olun ki, getdinizmi? Çox sağ olun ki, varsızmı deyim. Sağ olun, sağ olun. Çox sağ olun ki, hikmətləndirdinizmi deyim. Vaxt hardan gəldi, hara getdi heç bilmədim. Və ya da çox sağ olun ki, bugün mən az danışdım, dincəldim. Ancaq dinlədim sizimi deyim. Təşəkkür ederim. Hasan yorğun oldunuz, məni çağırın. Amma bugün də oradan rayondan gəlmişdim, Gəncədən gəlmişdim. Çox yorğunuydum. Gəncə əhlinə salamlarımı yetirim mən. Gəncəliləri çox sevirəm, orada dostlarım çoxdur. Bugün həqiqətən də Aqil müəllim zövq aldım, ruhumuz dincəldi gözəl söhbətlərinizlə. Əziz dinləyicilərimiz, qonağımız Respublikamızın əməkdar incəsənət xadimi Aqil Məlikov idi. Aqil müəllim, dinləyicilərimizə və bizə deyəcək nə sözünüz var? Bilirsiniz Asiyət xanım, bu şan, şöhrət, tanınma falan belə şeylər var ha. Bunlar gənclik dövrünün, cavanlıq dövrünün qayğılarıdır. Məndə də o yoxdur. Mən deyirəm, hara getdim, deyirəm, bir də tez çıxım aradan. Gedim görüm nəvələr nə qədər yatıb, biraz bir deyim, gülüm danışım. Mənim nəvələrim də Allah üstünkilər sağlasın, maraqlı uşaqlardır. Məndə də o hiss yoxdur ki, ay mənə radioya növ çağırmalı, ay televizyon yoxdur da o. O cavanlıqda olur. İnsan istəyir ki, belə də. Ona görə də mənim arzum odur ki, istəklərim həyata keçməyini görüm. Muğamımızın, mənim Zəzi babamı görmüşəm, istəyirəm ki, gələ də görüm, fərz edib belənsinə. Çünki o qədər böyük bir dövr yaşadıq, xoşbəxt və biz onları gördük, gəldik. Mən də arzu edirəm ki, bizim də cavanlarımız vətənpərvərdilər, söz yox. Onların vətənpərvərliyinə şübhə yoxdur, onlar qəhrəmanlıqlar göstəriblər. Amma bizim milli mədəniyyətimizin qorunub saxlanılmasında da biraz fəal olsunlar. Müasir dövrün yaxşı musiqisi, yaxşı sənəti də var, pisi də var, pisə uymasınlar. Bizim muğam sənəti bizi dünyaya tanıtdırıb. Bizi dünyaya tanıtdırıb, biz də muğam sənətini bir tarixi abidəni necə qoruyarlar, biz də gələk o cür onu qoruyaq, həm ədəbiyyatımızı, həm musiqimizi ki, gələcək nəsillər də bizi elə bu ilə. Çünki biz gözəllik yaradırıq. Bax, biz əgər dünyanı gözəllik xilas edəcəksə, biz o gözəlliyi yaradan xalqlardan biriyik. Hamına can sağlığı arzulayıram. Hamına uğur və müvəffəqiyyət arzulayıram. Allah sizin də canınızı sağ eləsin. Çox sağ olun gəldiyinizə görə. Həqiqətən özünüz demişkən... Sizə təşəkkür edirəm. Siz sağ olun. Özünüz demişkən sizin bugün tanınmağa, göstərilməyə ehtiyacınız yoxdur. Bizim bugün sizin gəlib bizi şərəfləndirməyinizə ehtiyacımız var. Çünki yurdumuzun insanı, yurdumuzun musiqisinə məhz Yurd FM-də qulaq asır və o dəyərli sənətkarların da gözəl söhbətlərini eşitmək istəyir. Mən əminəm ki, bugün yolda, radioda qulaq asanlar, işində, fərqi yoxdur, hər hansı bir məkanda bizə qulaq asan dinləyicilərimizin çox gözəl zövq aldılar. Bir həyatı doya-doya yaşayan, hər anını müdrikcəsinə yaşayan bir insanın dəyərli kəlamlarını eşitdi, dəyərli fikirlərini eşitdi. Çox sağ olun. Mən də şadam ki, əgər ola bilər səhvlərim, xətalarım olub, məni əfv eləsinlər dinləyicilər. Sizdən də üzr istəyirəm, biraz çox danışdım, vaxtınızı aldım. Heç çox danışmadınız. İnanın ki, danışığınız çox olsaydı, mən onu kəsəcəkdim. Kəsmədimsə demək ki, çox deyilmiş, xoş imiş. Çox sağ olun gəldiyinizə görə, var olasın. Bir daha maraqlı zəhət var da, qoy onu deyim. Hər yerdə deyim, burada da deyim.
bütün televiziyalarda, radyolarda bu cür milli dəyərlərə həsr olmuş verilişləri qadınlarımız, qızlarımız aparır. Mən ola aslanın erkeği dişisi olmaz. Bak budur ha. Söz burada göyəlir. Kişilərimiz də var. Allah sağ olsun. Yazın bunu paylaşacağım sosial şəbəkələrdə. Baxsınlar görsünlər. Bak burada da Aysel xanım, onun da köməkçiləri, cavan qızlar. Görün həyatlarını, ömürlərini nəyə sərf edirlər. Halal olsun onlara, sağ olsunlar. Teşekkür ederim. Çok sağ olun. Bu değerli sözleriniz. Sağ olun, sağ olun. Aslan erkeği dişisi olmaz. Bəli, belə olur. Değerli dinleyicilerimiz, siz sağ olun ki bizi dinlediniz. O değerli vaxtınızı bize ayırdınız ve biz de inşallah ki o vaxtınızı değerli edə bildik. Qonaq gəlib bizə də bugünkü qonağımız Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Agil Məlikova idi. Çox gözəl söhbətlərə qulaq astıq. Allah değerli sənətkarımıza uzun ömür, can sağlığı versin. Sizinlə hələlik deyirik. Sağ sağollaşırıq. Biz yenə gələcəyik. Canınız başınız sağlam olsun ki bizi gözəl sağlam canla dinləyə biləsiniz. Hələlik.